Salam dəyərli izləyicilərim, əziz kanalımızın abunəçiləri, növbəti bir mənzildə hamımızı salamlayırıq. Bugün Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi düz mərkəzdə Bravo marketlə üzbəüz yeni tikili 18 mərtəbəli binanın 12-ci mərtəbəsində 58 kvadrat ümumi sahəyə malik, yeni təmir olunmuş, təmirdən sonra yaşayış olmayan, qanuni bir otaqdan 2 otağa düzəlmə, kupçalı bir mənzili sizlərə çəkib təqdim edəcəm. Təqdimatdan öncə kanalımıza abunə olub, videomuzu bəyənməyi unutmayın. Keçək mənzilimizin təqdimatına. Mənzilimizin burada giriş qapısı yerləşir. Giriş qapıdan mənzilə daxil olduq. Belə bir dəhliz koridor hissə bizi qarşılayır. Qaz su işıq təminat fasiləsiz, sənəd kupça çıxarış, istilik sistemi kombidir. Girişdə burada belə bir kombi batareyalar yerləşdirilib, aksesuar üçün rəf düzəlib, döşəmə parketdən istifadə olunaraq təmir olunmuşdur. Burada mənzilin hamam tualet hissəsi yerləşir. Aksesuarlar da təmin olunmuşdur. Lazım olan bütün aksesuarlar, duş kabin falan yerləşdirilmiş şəkildədir. 58 kvadrat ümumi sahəyə malik bir mənzildir. Burada mənzilin qonaq otağı yerləşir. Baxın bu şəkildə belə bir geniş qonaq otağı var. İşıqlı mənzildir, hündürlük çox gözəldir. Çılçıraq, pərdə, batareyalar tam hazır şəkildə yerləşdirilib. Divarda emulsiyadan və lifkalardan istifadə olunub. Bütün otaqlarda döşəmə parketdən istifadə olunub. Baxın belə bir qonaq otağımız var. Kifayət qədər geniş sahəyə malikdir. Lazım olan əşyalarınızı falan yerləşdirə bilirsiniz. Burada mənzilin mətbəx hissəsi yerləşir. Gün düşən mənzildir. Burada ümumilikdə uzun bir mətbəx hissə olub. Eyvan hissə bağlanaraq burada. İkinci işıqla orada yataq otağı, burada isə mətbəx hissə düzəlib. Yəni burada kiçik bir mətbəxdir. Buradan elə yeməyi falan bişirdiniz. Elə qonaq otağına rahatlıqla servis edə bilirsiniz. Soyuducu üçün, paltaryon üçün ayrılmış zolaqlar var. Lazım olan aksesuarlar da qurulu vəziyyətdədir. Aspirator, qaz sobası falan, yəni hamısı gördüyünüz kimi qurulu şəkildədir. Aspirator da burada yığılıb. Baxın bu şəkildə bura yerləşdirilib. Sənədlər tam qaydasındadır. Dövlət ipotekasına tam yararlı bir mənzildir. Yeni təmir olunub və təmirdən sonra yaşayış olmayıb. Burada isə yataq otağı yerləşir. Baxın bu şəkildədir yataq otağı. İkinci işıqla, belə deyək, forçka ilə, açıqça ilə işıqlandırılır. Yəni bu şəkildədir. Keçək mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsinin girişində Bravo market hipermarketin qarşısında 18 mərtəbəli binanın 12-ci mərtəbəsində 58 kvadrat ümumi sahəyə malik qanuni bir otaqdan 2 otağa düzəlmə mənzili sizlərə çəkib təqdim elədim. 58 kvadrat ümumi sahədir. Sənəd çıxarış kupçadır, texnik pasportdur, qeydiyyatda heç kim yoxdur, təmirdən sonra yaşayış olmayıb, qaz su işıq təminatı fasiləsiz, istilik sistemi kombidir, gün düşən mənzildir, orta evdir, uqlavaya düşmür. Mənzilin qiyməti 143 min manat başlanğıc qiymətdir. Real alıcıya endirim olunacaqdır. Daha dolğun və ətraflı məlumat üçün qeyd olunan nömrəyə əlaqə saxlayın. Açar bizdədir. Gün ərzində mənzilə əyani şəkildə baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.